Xeyir olsun əziz həmvətənlər. Bugün Gənc Yazıçılar İttifaqının üzvlərindən olan dəyərli Samir müəllim ilə, Samir bəy ilə müsahibə alacağıq. Samir müəllim, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Vaxt ayırdığınıza görə təşəkkür edirəm, var olasınız. Siz sağ olun. Mən sizin eyni zamanda bir oxucunuz olaraq, bir heyranınız olaraq sizə öz suallarımı da həmçinin oxucuların da suallarını ünvanlamaq istəyirəm. Özünüzü əvvəlcə ilə özünüz təqdim eləyin. Necə tanıtdırmaq istəyirsiniz oxuculara? Mən adım Samir Məmmədov. Təxəllüs Samir Turan olaraq istifadə edirəm. Özüm coğrafiya müəllimiyəm. Yazıçılığa 2023-cü ildə başlamışam. Ondan əvvəl şeirlər falan yazırdım. Amma əsas yazarlıq olaraq 2023-cü ildə başladım Zona romanını yazmağa. Başlayanda belə düzün desəm bir o qədər ümidim yox idi bitirə biləm, amma zaman keçdikcə göründü ki, yazdıqca arxası gəlirmiş. Samir müəllim, yazdıqlarınızı kiməsə oxutdururdunuz, yoxsa yalnız özünüz? Yazdıqlarımı bəli, özüm məsəl üçün tələbə yoldaşlarımla falan bəli oxuyanlar var idi, amma çətinlik oxutdurdum da belə deyim. Hər yazıcının ilk əvvəl məlum məsələdir, başına gələn ən çətin şeylərdən biridir. Oxutmaq çətin məsələdir. Yəni, düzgün insanlar tapmaq, oxumaq üçün o qədər dəyərli. Doğrudur. Bəs Samir müəllim, coğrafiya müəllimisiniz, eyni zamanda istiqamətdə də təhsiliniz var. Bəs ədəbiyyata olan marağınız nə cür formalaşdı? Ədəbiyyata olan marağım, səhv eləmirəmsə, 5-ci sinifdə oxuyurdum. İlk dəfə mən oxuduğum belə iri həcmli roman İlyas Əfəndiyevimin Söyüdlü arx romanı idi. Onu məktəbin kitabxanasından götürmüşdüm. 5-ci, 6-cı sinifdə oxuyardım da, az yaşlı çağda. Onu oxudum, gördüm ki, həqiqətən oxumaq belə bir şeydir. Yəni, belə edir ki, orada nəsə televizorda baxırsan, ya reklam olur, ya işə sönür, ya ara kəsilir, nə düzə bir problem yaşanır. Amma oxumaq belədir ki, öz reklamını özün istədiyin vaxt yerləşdirə bilirsən, özün yorulduğun vaxt dayana bilirsən. Həqiqətən o roman ilk oxuduğum roman idi və mənim üçün demək olar ki, həyatımda bir iz buraxdı. Ondan sonra oxumağa başladım. Bir müddət arsa 5-ci sinif həqiqətən yaş həcmi baxımından biraz azdır. Düzdür, indiki uşaqlar da biraz aşağı yaşlardan gedir məktəbə. Onlar daha balaca olur 5-ci sinifdə. Bizdə biraz yuxarı yaşlarda getmişdi, amma buna baxmayaraq 5-ci sinif üçün o həcmdə roman mənə elə gəlir biraz ağır olardı. Ona görə ən birinci Azərbaycan ədəbiyyatından, sonradan dünya ədəbiyyatına keçid elədim. Əsas da Jules Verne, elə macəra, fantastik tipli romanlar oxumaq. Bəli. Çox gözəl vurğuladınız ki, yəni filmləri izləyəndə bizə hansısa da görüntünü təqdim edirlər, ancaq kitabdan oxuyanda öz təxəyyülümüz işə düşür. Hər qəhrəmanı özümüz öz zövqümüzə uyğun təsəvvür eləyə bilirik. Çox gözəl vurğuladınız həmin hissəni. Bəs, yəni Söyüdlü arxdan əlavə ətrafınızda sizə kimsə dəstək oldu mu yazanda, kimsə ilham oldu mu və yaxud da sizə? Bəli, oldu. Məsəl üçün elə öz ailə üzvlərimdən, həmçinin müəllim yoldaşlarımdan, həddindən artıq dəstək olanlar oldu. Mən özüm bir qədər inamsızlıq yaşayırdım. Yəni, əsas da yazmaq məsələsi yox, o çap məsələsində bir qədər fikirləşirdim ki, yazsam belə çap etdirmək, yəqin nəşr etdirmək çətin məsələdir. Amma mənə həqiqətən dəstək olanlar var idi. Yəni, qorxma, davam edə, mütləq hər başlanğıcın bir çətinliyi olur. Şükür Allah, çətinlikdən keçdik. Həm öz adımdan, həm Yazıçılar İttifaqının adından həmin dəstək olan şəxslərə də minnətdarlığımı bildirirəm buradan ki, sizi həm ittifaqımıza, həm Azərbaycan ədəbiyyatına qazandırıbdılar. İnamınızı bərpa edirdilər. Samir müəllim, yazanda, yazmağa başlayanda sizə ilham, yəni ilhamın gəlməsini gözləyirsiniz, yoxsa hansısa nizami vaxtlarda yazsınız? Yox, düzün desəm, ilhamı gözləməyin gəlsə, gərək yazmayın. Yazmaq üçün yazmaq lazımdır. Yəni, çətin, belə bir Stephen Kingin yazmaq sənəti deyilən bir əsəri varsa, bilməmsə, orada
Düzdür, oxumamışam, amma müəyyən qədər tanışam əsərlə. Yəni yazmaq üçün özün üçün mütləq bir disiplin olmalıdır. Yazmağı sən özün üçün bir peşə bilməlisən. Necə gündəlik işə gedirik, işdən gəlirik, onun müəyyən saatlar var da, gecikə bilmirik. Və yaxud da gecikməmək üçün çalışırıqsa, burada da belədir. Yazmaq üçün mütləq özün üçün bir vaxt ayırmalısan. Gündə bir 2 saat, ən azından 1 saat və limit qoymalısan ki, belə bu müddətdə yazmalıyam. Ona görə də həmin vaxtı mütləq oturub, yəni çətin də olsa yazmalıyam. Yəni vaxt ayırdınız ki, bu vaxtlarda yazmağa başlayacaqsınız. Bəs hisslərinizin, əhvalınızın təsiri olurmu keyfiyyətə, daha çox yazmağınıza və yaxud da daha az yazmağına, yoxsa həmişə eyni qaydada yaza bilirsiniz? Əlbəttə olur. Olur. Məsələn, demirəm hər gün yazıram, amma hər gün yazmağa çalışıram. Elə vaxt olur ki, elə bir hadisə olur və yaxud da kefin olmur. Çalışıram çətin də olsa yazım, amma elə müddət olur ki, xeyr. Yəni alınmır. Bəs mövzuları, Samir müəllim, nə cür seçirsiniz? Mövzulara nə cür qərar verirsiniz ki, hansı mövzudan yazmaq istəyirsiniz? Mövzular düzünü desəm yazdıqca, məsələn, Zonanı yazarkən oğurlanmış ruhların ideyası gəlmişdi mənə. Onu yazarkən o ideya beynimdə var idi. Hardasa bir 5-6 ay müddətində o fikir formalaşmışdı. Elə oğurlanmış ruhları yazarkən də kölgəsilərin ideyası gəlmişdi. Yəni kitabın birini yazanda digərinin ideyası. Birini yazarkən bəli, digərinin fikirləri gəlir. Ya adı gəlir kitabın, yəni belə bir adı yaxşıdır. Xırda bir əhvalat gəlir. Onu həmin dəqiqə oturub yazmırıq da. Məsələn, oğurlanmış ruhları artıq yazarkən o birisində fikir gəlir. Onun haqqında müəyyən qədər hər gün bunu yazdıqdan sonra onun da müəyyən fikirləri olur. Zaman keçdikcə o, necə deyim, xırda fikirləri uzlaşdırıb, birləşdirib ortaya bir şey çıxarmaq olur. Əla. Müəllim, bəs yəni mən oxuduğum kitablara əsasən deyə bilərəm ki, böyük hissəsini sizin təsəvvürünüz, xəyal dünyanız təyin eləyir. Amma aşağı dərəcəli faiz nisbətində olsa da, öz həyatınızdan, öz yaşadıqlarınızdan, öz tanıdıqlarınızdan, real hadisələrdən nələrsə qatsınızmı kitablarınıza? Qatılıb, bəli. Əsasda oğurlanmış ruhlarda var. Deməyəcəm hansı hissədir, hansı qəhrəmandır, hansı yeridir, amma oğurlanmış ruhlarda başıma gələn mənfi hadisələrdən orada da bir hissə var. Hiss edilir, yəni çox dərin yazılıbdır. Hətta sizə özünüzə demişdim, bəzi hissələrində insan özünü saxlaya bilmir, kövrəlir, gözləri dolur. Yəni aydındır ki, sadəcə yazılmır, hisslərlə yazılır. Bəs yazarkən sizin özünüzə hansı duyğular daha çox yoldaşlıq edir? Yazarkən özüm o düzü, məsələn, özümü oxucunun yerinə qoymağa çalışıram. Çünki ən azından belə deyək, oxucu hansı hissləri yaşayırsa, mən də istəyirəm. Məgər mən yaşayıramsa, yəqin oxucu da yaşayar və yaxud özümü onların yerinə qoymaq istəyirəm. Daha çox bir qədər belə qəliz formada yox, gündəlik danışıq dilində, danışıq normasında yazmağa çalışsam da, ən azından amma müəyyən hissləri ifadə etməyə çalışıram. İndi bilmirəm nə qədər doğru ifadə edirəm, yaxşı ifadə edə bilirəm, amma müəyyən qədər ifadə etməyə çalışıram. Həmin duyğuları, həmin hissləri. Kifayət qədər aydın ifadə edirsiniz kitablarınızda. Sadəcə olaraq sualımı daha aydın şəkildə izah edeyim. Yəni bəzi yazıçılar yazanda davamlı olaraq ilham hissi ilə yazırlar, coşqu ilə yazırlar. Bəziləri kövrələrək yazırlar, bəziləri şadlıq hiss eləyərək, bəziləri ürəkləri dolanda, yəni qəmli halda yazırlar, qəmginlik hiss eləyərək. Sizə ən çox hansı hisslər yoldaşlıq edir belə? Hansı hiss olanda daha yaxşı yaza bilirəm belə, yoxsa... Yəni, həm ən çox hansı hiss yoldaşlıq edir? Düzün deyim ki, dediyim kimi, məsəl üçün, insana daha çox təsir edən, istər mənfi, istər müsbət, hansı o sizə təsir edən hissi həmin romanda əksləşdirməyə çalışırsınızsa, mənə elə gəlir o daha səmimi alınır, çünki onu yaşamışıq, görmüşük o şeyi. İstər acı olsun, kədər olsun və yaxud da sevincisi olsun. Nə zamansa həmin hissi yaşamışıqsa, onu yazarkən anlayacağımız bir şeydir də, çünki biz onu yaşamışıq, bilmişik. Məsəl üçün, mən deyim, tanış olmadığım bir duyğu, bir hissi
ifadə eləmək, bəlkə ifadə edirəm, amma biraz zəif halda. Amma yaşadığım bir duyğu daha gözəl yazmaq olur duyğunu. Çox gözəl. Yəni mən belə anlayıram ki, məsələn, çətin anlarınızda və yaxud da şad anlarınızda hissiniz nə qədər yoğun olarsa, o sizə daha çox təsir edir. Bəli, bəli. Belədirmi? Bəli, bəli, doğru. Heç bir fərq yoxdur qəmli olmağınızla şad olmağınızın arasında yazmaq üçün. Şad olmaq, yazmaq üçün bəli, daha çox biraz əhval-ruhiyyə yaxşı olmalıdır, məlum məsələdir. Lap kədərli və pis bir hadisə olmayıbsa yazmaq olur. Olanda rahat yaza bilirsinizmi? Necə olanda? Ürəyiniz dolu olanda, çox Və qəmli onda olanda. daha yaxşı yazmaq olur, bəli. Onda daha yaxşı olur. Sözdlü arxı misal çəksiniz bayaq. Bəli. Başqa hansı yazıçılar, hansı kitablar sizin yazısı olaraq formalaşmağınızda rol oynayır? Mənim sözdlü arxı desəm də, uzun illər əvvəl oxumuşam bu kitabı. Düz heç məzmununu unutmuşam, obrazlarının adında. Çox uzun illər əvvəl. Amma formalaşmam üçün mənim üçün əsas Stephen King'dir, Wolf Thorne'dir, Jules Verne'dir. Daha çox məktəb yaşlarından Jules Verne oxumuşam. Məsələn, onlarda elmi fantastikanın ilk nümunələri Jules Verne'də mövcuddur dünya ədəbiyyatında. Ondan sonra məsəl üçün qorxudur, psixoloji janrdır, Wolf Thorne, Stephen King, bunlar daha çox mənə təsir edir. Yəni yazarkən onlar kimi olmağa çalışıram. Onlar kimi ola bilməsəydi olmağa çalışıram. Bəs Samir müəllim, dediniz ki, bir peşə kimi insan vaxt ayırıb məsuliyyətli şəkildə məşğul olmalıdır. Buradan da bir formalaşır ki, sizin üçün yazmaq, yəni sadəcə bir peşədirmi, yoxsa incəsənətdirmi və yaxud da hobbi kimi qəbul edirsiniz? Sizin üçün nədir yazmaq? Hobbi kimi bəlkə də ola bilər. Müəyyən qədər bəli, hobbi kimidir. Düzü özümə yox, peşə kimi hələ ki onu görmürəm. Amma peşə kimi ona ciddi yanaşıram. Yəni gündəlik yazmağa çalışıram, ciddi yanaşaraq. Bir də məsəl üçün yenə dedim, insan hisslərini vurğulamaq üçün, özünü ifadə etmək üçün, öz dünyasını yaratmaq üçün. Məsəl üçün görün necə gözəl bir şeydir. Bir şey sizin əlinizdədir. Oranı necə olsa, necə istəsəniz o formada düzəldirsiniz, yaradırsınız. Obrazlar, hər şey sizdən asılıdır da. Bir növ həmin dünyanın tanrısı sizsiniz, belə deyək. Oranı necə istəsəniz o formada idarə edirsiniz. Ona görə yazmaq hardasa peşə olmasa da mənim üçün hobbidir, düzdür. Amma hobbidən biraz daha yüksək. Yəni ruhunuzun qidasıdır bir növ. Bəli, bəli, eynən. Deyə biləriksə. Bəs bunu da çox yaxşı vurğuladınız ki, hər yazıcı öz dünyasını formalaşdırır, dizayn edir. Qarşı tərəfin gözündən fikirləşsək, oxucuların yəni o dünyadan hansı təəssüratları almağını istəyirsiniz və yaxud da sizi necə tanımasını istəyirsiniz? Yəqin ki, hər bir yazıcı öz yazdığı əsəri oxunmağını istəyər, başa düşülməyini istəyər, sevilməyini istəyər ən azından. Kim istəyər ki, məsələn, kitabını oxusunlar, desinlər, yox, bundan xoşum gəlmir. Tənqid əlbəttə, tənqid lazımdır, müəyyən qədər tənqidi fikirlər mütləq lazımdır ki, yəni inkişaf etdirilməli yerlərin özünü də bilmək lazımdır. Amma onu istəyərəm ki, bəli, oxucular yazdığından zövq alsın, orada yazılan duyğuları, kədəri, sevinci hiss eləyə bilsinlər, həqiqətən hiss eləyə bilsinlər. Oradakı dünyanın içinə daxil ola bilsinlər. Belə deyək ki, ən azından bir gözlərini yumarkən belə həmin orada formalaşmış dünya təsəvvürlərinə gələ bilsin. Oradakı qəhrəmanların üz dizgilərini, hər bir belə deyək, qorxuya, kədərə verdikləri ifadələrini özləri gözlərini yumsalar, gözlərinin qarşısında gətirə bilsinlər bu formada. Bəzi yazıçılar var ki, müəyyən bir sahə üzrə tanınırlar. Məsələn, Jules Verne misal çəkdiniz. Oxucuların əksəriyyəti Jules Verne macəraçı bir yazıçı kimi tanıyırlar. Victor Hugo'nu və yaxud da Dostoyevskini çoxları duyğusal bir yazıçı kimi təsəvvür edir. O şəkildə tanıyırlar.
və yaxud da müxtəlif yazıçılar var ki, onları filosof kimi tanıyırlar. Sizi bu şəkildə bu növlərdən hansı daha cəlb eləyir ki, sizi o şəkildə tanısın oxucular, o şəkildə xatırlasınlar illər keçsə belə? Biraz düşünmək lazımdır buna. Buyurun, vaxtınız var. Məsəl üçün, mənim romanlarımın əsas süjet xətti belə deyək ki, fantastikadır, qorxudur, mistikadır, bu formada. İndi bunu necə ifadə edeyim ki, məni o formada tanısınlar. Mən qorxu və mistika yazan bir yazıçı kimi. Xəyal dünyası kimi. Bəli. Bəli, fantastika, daha çox fantastika yox, müəyyən qədər, bir o qədər fantastikadan yox. Məsələn, elmi fantastika desək daha yaxşı olar. Tam fantastik təməllikdir. Elmi fantastika, psixoloji, qorxu və mistika janrında. Əsasən, mən öz oxuduğum kitablarınıza əsasən deyirəm ki, psixologiya mövzusuna çox gözəl şəkildə nüfuz edirsiniz. Həmçinin sadə şəkildə olduğuna görə psixologiyadan xəbəri olmayan belə anlaya bilir nə demək istədiyinizi. Bəli. Samir müəllim, psixologiyadan söz düşdü, psixoloji mövzulara toxunan şəxslər bəzən öz düşüncələrindən qaçmaq üçün yazırlar yazıçıların. Bəziləri sadəcə fikrini ifadə etmək üçün, bəziləri isə özlərini narahat edən fikirləri səhifələrə tökdükdən sonra rahatlaşırlar. Bəs sizin üçün, yəni bu mövzulara toxunmaq hansısa bir qaçışdır, yoxsa sadəcə olaraq ifadə tərzinizdir? Belə deyək ki, elə hər ikisi də demək olar. Həm ifadə tərzi də demək olar, qaçış da demək olar. Yəni insan özünü ifadə etmək üçün, elə insanın özünə məxsus duyğular da var. Onları da ifadə etmək üçün yazıram. Həmçinin də müəyyən hadisələr olur ki, artıq o hadisələrdən hər şey üstünə gələn bir vaxt olur. Həmin necə deyim, elə insanlar var, oturur, ağlayır, içini boşaldır. Elə insanlar var, vurur, dağıdır. Elə insanlar da var, yazır. Mənə daha çox yazmaq gəlir. Həyatınızın bir parçası halına çevrilib yazmaq. Eynən, doğrudur. Bəs əgər yazmasaydınız, yazıcı olmasaydınız, bugünkü halınızla yazmayan halınız arasında çox fərq olardı? Bəli, mənə elə gəlir olardı. Çünki yazmaq elə bir şeydir, demirəm, hamı yaza bilər. Bizim yazdığımız da özümüz elə də böyük, məsəl üçün, mən öz şəxsən deyirəm, demirəm, böyük bir şeylər yazırıq. Amma buna baxmayaraq, bəli, fərq hiss edərdik. İndi yaradıcı bir insanla, yəni yenə də özümü müqayisə edirəm, yaradıcı deyək, Samirlə, yaradıcı olmayan Samir arasında əlbəttə fərq var. Əvvəlki suallarda öz peşə yoldaşlarınıza, ailə üzvlərinizə yazdıqlarınızı verdiyiniz demişdiniz. Bəs ilk dəfə rəy verən oxucu xatırlayırsınızmı kim idi və yaxud da necə hiss eləmişdiniz o ilk rəyi alanda? İlk dəfə rəy verən deməyəcəm kim olduğunu, amma hiss eləmək gözəl bir duyğudur. Yəni təsəvvür edin ki, ilk yazdığınız bir şeyi kimsə oxuyub. Sizdən başqa onu kimsə oxuyub. Bəlkə də ifadə eləməyəcək dərəcədə gözəl bir duyğudur. İlk rəy. Necə rəy idi? Müsbət idi yəqin ki, yoxsa tənqidlər var idi? Müsbət idi, hardasa. Tənqidlər var idi əlbəttə. Yəni, yerdən yerə vurmaq səviyyədə yox idi. Amma müəyyən qədər var idi. Yaxşı cəhətləri əvvəlcə, eynən sizin yazdığınız kimi, keçən dəfə, məsəl üçün, yaxşı hissələri əvvəlcə, müəyyən çatışmayan cəhətlərdir. İndi insan özünü kənardan onu daha yaxşı müşahidə edirlər. Bəli, çatışmayan cəhətlərində ondan sonra vurğulamışdılar. Bəs Samir müəllim, bir çox yazıcı, məsələn, öz daxili dünyasındakı bəzi şeyləri gizlətməyə çalışır. Lakin yazdıqdan sonra özü də baxır ki, içində hansısa gizlətdiyi bir şeyləri özü istəmədən, fərqinə varmadan sətirlərə daxil edibdir. Sizdə heç olurmu ki, yazdıqdan sonra baxasınız ki, gizlətmək istədiyiniz və ya özünüzdən belə gizli olan bir şey artıq sətirlərə tökülmüş olsun? Vallahi onu biraz çətin sual, çox çətin sual oldu. Bəlkə də ola bilər hansısa, həm tam mənada olmasa da, o bütün duyğular, hisslər hamısı olmasa da, əlbəttə müəyyən qədər olur. İnsan bəzən öz
eləyə bilməyəcəyi, əli çatmayan bir şeylər olur, hər bir insanda olur. Bəlkə də həmin duyğunu, hissi, həyatı və yaxud da hər nəsə bir əşya belə ola bilər. Onu öz obrazlarında yaşada bilər ki, ən azından mən bacarmıram obraz, yaratdığım obraz bacarsın. Bəlkə də ola bilər. Amma hələ xatırlamıram. Bir qədər dərs verdim, daha açıqlayım icazənizlə. Olurmu ki, heç daha əvvəl yazdığınız bir yazıya baxdıqda təəccüblənərsiniz ki, yəni bu sətirlər mənim qələmimdən çıxdı. Belə deyim, baxım görüm, o ondan mənə daha yaxşı görünür, yoxsa pis görünür oxuduğum əvvəl. Təəccüblənərsiniz ki, yəni mən bu fikirlər var idi məndə, bu fikirlər mənim zehnimdən. Bəli, olur, olur. Baxıram məsəl üçün yazdığım əsərlərə, müəyyən bir hissələri var ki, normal fikirləşən bəlkə normal vaxtda onu adi vaxtında yaza bilmərəm. Elə bir hisslər, duyğular var ki, elə həmin vaxtda yazmaq lazımdır. Elə o sırf o zamana məxsusdur. O zaman yazmadın, o vaxtında deyilməmiş söz kimi. Ondan sonra biraz mənasını itirir. Yerində yazmaq daha doğrudur. Bəs Samir müəllim, gənc bir yazıcı olaraq ən böyük qorxunuz və ən böyük ümidiniz sorursam ki, hansıdır? Necə cavab verərsiniz? Ümidim odur ki, mən də bir gün tanınmış bir yazıcı olacağam. Adlarını çəkdiyim yazıçılar kimi bayaq. Ümidim odur. Olmaq istəyərəm həqiqətən. Kim olmaq istəməz. Qorxum da odur ki, bir gün necə? Qorxunuzu soruşurum mən. Qorxum da odur ki, oturam bir gün görürəm ki, yox, yaza bilmirəm. Bir gün, 2 gün, 10 gün, 5 gün görürəm, yox, yaza bilmirəm. Qorxum odur. Bu qorxuların da qarşısını almaq üçün gündəlik yazmaq qorxusunu. Məsələn, bir günü, ən azından 2 günü müəyyən həmin hissələri əvvəlcədən xırda süjet halında hazırlayıram ki, sabah qorxa-qorxa oturmayım da kompüter arxasına. Benim ki, əlimdə yazmağa bir mövzu var. Düşüncə ustadlarından belə bir fikir var ki, yəni ən dəyərli şəxsi belə çox danışdırsanız, danışdıqlarının qiymətini aşağı salarsınız. Mənim məqsədim bu deyil təbii ki, ancaq qısa tutmağa çalışıram. Əslində çox xoş gedir. 2 saat, 3 saat. Bəli. Davam edə bilərdim. Yekunlaşdıraq. Son olaraq özünüzün oxuculara demək istədiyiniz və yaxud da izləyicilərə və yaxud da digər yazıçılara demək istədiyiniz hər hansısa bir şey varmı? Demək istədiyim budur ki, bəli, çalışsınlar, həmin o dediyiniz qorxularla üzləşsinlər, yazsınlar, yaratsınlar. Bizlər də oxuyaq. Çünki mənə elə gəlir ki, kəşf olunmamış çox yazıçılar var, tanınmamış çox yazıçılar var. Onları istəyirəm ki, üzə çıxsın, hamı tanısın. Bütün dünya tanısın ki, onları dünyaya qazandırmaq lazımdır, ədəbiyyata qazandırmaq lazımdır. Qorxularımızı yenmək lazımdır. Bəli, cəmiyyətə qazandırılmalı olan dəyərlər var ki, neçəsi nələrdə yatır, heç kimində xəbəri yoxdur. Bəli, doğrudur. Samir müəllim, çox sağ olun hər şey üçün, vaxt ayırdığınız üçün. Cavablarınız həqiqətən çox dəyərli idi. Sadəcə bu danışdırılmayacaq təbii ki, dinləyən hər kəsin zehnində təkrar yenidən canlanacaq və yeni fikirlərə səbəb olacaq. Çox sağ olun. Çox sağ olun. Mən də təşəkkür edirəm vaxt ayırdığınız üçün. Çox sağ olun, təşəkkürlər. Təşəkkür.